Göyçayda şəhid xüsusi təyinatlı qüvvələrin kiçik çavuşu Elnur Əliyevin xatirəsi anıldı. Göyçayda xüsusi təyinatlı qüvvələrin mənsubu Göyçay rayonunun Potu kənd sakini şəhid Əliyev Elnur Ərəstunoğlunun şəhadətinin 5-ci il dönümü məzarı önündə qeyd olunub. Anım mərasimində Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, rayon ictimaiyyətinin üzvləri, şəhid ailələri, məktəblilər və şəhidin doğmaları iştirak ediblər. Tədbir əvvəlcə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edənlər vətən uğrunda qəhrəmanlıqla döyüşmüş Elnur Əliyevin igidliyindən, vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar. Elnur Əliyev 10 fevral 2000-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildə Göyçay şəhər Nizami adına 7 nömrəli məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə tam orta təhsilini başa vurub. O, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirib. Elnur Əliyev xüsusi təyinatlı qüvvələrin kursunu 500 nəfər içərisindən birinciliklə bitirib və Cəlilabad rayonundakı en saylı hərbi hissədə kiçik çavuş kimi xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elnur Əliyev Kəlbəcər, Füzuli və Cəbrayıl istiqamətlərində gedən əməliyyatlarda qəhrəmanlıq göstərib. O, 2020-ci il oktyabrın 6-sında Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb və Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Elnur Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə vətən uğrunda Cəbrayılın azad olunmasına görə, cəsur döyüşçü Kəlbəcərin azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Mərasim zamanı məktəblilər vətənə həsr olunan şeirlər səsləndirib, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Allah rəhmət eləsin. Etibar Bəşirov, Göyçay naminə.